Maqnezium əksikliyi özünü necə biruzə verir? Yorğunluq, halsızlıq, həyəcan hissi, baş ağrıları, ürək döyünmə, əhvalın tez-tez dəyişməsi, əllərdə və ayaqlarda olan uyuşma, keymə, bəzən iynə batma hissi kimi də ola bilər. Ayaqlarda kramplar. Bəzi pasiyentlərdə maqnezium çox çətin sovrulur və orqanizmdən çox tez xaric olunur. Bunlar kimlərdir? İkinci tip diabet pasiyentləri, xroniki diareyadan, yəni xroniki ishaldan əziyyət çəkən pasiyentlər, alkoqoldan çox istifadə edən adamlar, glutenə olan allergiyası və həssaslığı olan pasiyentlər və bəzi dərman preparatları, məsələn, sidik qovucu istifadə edən pasiyentlər. Yaxşı, ev şəraitində biz maqneziumu necə bərpa edə bilərik və yaxud da konsentrasiyasını qanda necə artıra bilərik? Bu qovrulmuş badamdır, bu qovrulmuş arahistdir, pişmiş ispanaqdır, qara şokolad, banan, qara başaq və ya balıqda maqneziumun konsentrasiyası çox yüksəkdir və o qidalardan çox istifadə edə bilərsiniz. Mən iki məqamada toxunmaq istərdim. Birincisi, maqneziumun qanda təyini mənasızdır. Yəni, qanda maqneziumu təyin etməklə deyil, biz dərman preparatı veririk. Biz xəstənin şikayəti əsasında maqnezium ya preparatı və yaxud qidalarla bərpa edirik. İkinci məqamda, mən sadaladığım şikayətlər başqa patologiyalarda da ola bilər. Mütləq deyil ki, maqnezium əksikliyi, sırf maqnezium əksikliyi bu patologiyalara gətirib çıxartsın.